Pasiyentimizin 11 yaşı var və bizə onurğa müayinəsinə gəlmişdi. Onurğa müayinəsini apararkən onurğada bir qədər asimetriya olduğunu və skalyoz kifoz əlamətləri olduğunu aşkarladıq. Bu zaman isə biz onurğa müayinəsi ilə yanaşı ayaq müayinələrini də mütləq aparırıq və bu qızımızda da ayaq müayinəsi apardıq. Baxmayaraq ki, qızımızda yastı pəncəlik yoxdur. Ancaq ayaq quruluşuna baxarkən fikir verdik ki, ayaqlar hər iki içəri topuq nahiyəsindən içəri doğru əyilmiş vəziyyətdədir. İndi ayağın normal düz düzəlt, zəhmət olmasa. Aha, gördünüz. O birisində zəhmət olmasa. Aha, yəni ayaq normalda bu vəziyyətdə olmalıdır. Qızımızda isə gördüyünüz kimi içəri topuqlar içəri basılmış vəziyyətdədir. Bu isə demək onurğanın yüklənməsinə səbəb olur. Əvvəlcə dizlərdə, daha sonra isə bu çanaq və onurğada əyriliklərə səbəb ola bilir. Yəni baxmayaraq ki, yastı pəncəlik yoxdur, baxmayaraq ki, ayaq tağı inkişaf edir, amma ayağın içəri doğru basılması da yastı pəncəlikdən ayrı olaraq rast gəlinə bilir və biz bunu müayinə edərək korreksiya etməli, ondan sonra isə onurğa müalicəsinə başlamalıyıq.